Son günlər ən çox müzakirə olunan məsələlərdən biri ADY-nin Bakı-Tbilisi qatarlarına tətbiq etdiyi qiymətlərlə bağlı idi ki, bəzi vətəndaşlar iddia elədi ki, qiymətlər daha yüksəkdir, daha çoxdur. Halbuki ADY-nin açıqlamasına bildirilmişdi ki, minimum qiymətlər 81 manatdan başlayacaq. Məsələ ilə bağlı ADY-nin mövqeyini öyrənmək üçün Bəxtiyar bəyə müraciət elədik. Daha ətraflı, detallı açıqlamalar isə özü verəcək. Bəxtiyar bəy, sərnişinlərə təklif olunan 3 sinif üzrə biz komfort, komfort plus və lüks otaqları bildiririk və qiymətləri 81 manatdan başlanacağı bildirildi ki, bəzi vətəndaşlar iddia elədi ki, qiymətlər 81 manat yox və daha yüksəkdir. Biz hazırda sistemdə 81 manata ümumiyyətlə bilet görə bilmirik. Yox, görə bilirsiniz. Görə bilirsiniz. Görə bilirik. Var, hazırda var. Var. Həmişə də olacaq. Bax, 81 manat, 81 manat, 81 manat. Bu gəlan ayın 22-sinə, 20-sinə nəzərdə tutulur. Və biz belə yanaşsaq ki, məsələn, bu reys uzun illər sonra fəaliyyətə başlayıb və 81 manat, 90 manatdan başlayan qiymətləri biz sərnişinlərə məsələn təklif eləsəydik necə olardı? Ki məsələn biz bir ay sonranı məsələn deyə bilirik ki, 81 manatdan qiymətləri artıq sərnişinlər qiyməti əldə edə biləcək. Bu sərnişin qatarı təzə fəaliyyətə başlayıb və daha yüksək sərnişinlərə təklif olunur bu qiymət. Yox, daha yüksək məsələsi deyil. Gəlin burada bir məsələni nəzərə alaq ki, bu ölkə daxili marşrutdur. Bu beynəlxalq marşrutdur. Amma onunla belə biz çalışmışıq ki, ən uyğun qiymətə sərnişinlərə öncədən almaqla daha ucuz qiymətlər təklif eləyək. Təbii gələcəkdə biz bu məsələni də araşdırırıq, imkanlara baxırıq ki, daha ekonom sinif, daha aşağı tarifli yerlər üzrə səyahət imkanlarını necə tətbiq eləyə bilərik. Sizin vətəndaşların tələbatı nə qədərdir? Tələbat, əslində tələbat artıq yüksəkdir, bunu qeyd eləyək. Bütün bu deyilənlərə baxmayaraq, bu günə bir aylıq satışa çıxarılan 8400 biletdən artıq 6000-i satılıb. Qatarın üstünlükləri və qatar təhlükəsizdir. Gecə qatarıdır, siz gündüz vaxtınızdan itirmirsiniz, yatırsınız, durursunuz və mənzil başındasınız. Həm də bəzən sual verilir ki, niyə belə gec gedir? Gecə qatarların öz sürəti var, o tez getməməlidir əslində. Onun öz orta sürəti var. Həm titrəyiş az olmalıdır, həm B nöqtəsinə səhər çatmalıdır. Yəni gecənin bir vaxtı çatmamalıdır. Gecənin bir vaxtı çatsa sərnişin rahat yata bilmir. Yəni yarımçıq yatır, bu artıq xidmət deyil.